Dəyərli balıq bürcləri, hər birinizi salamlayıram. Kaprizli balıq bürcləri, bunu deyim. Balıq bürcləri çox kaprizli olur, seçim edirlər, çox şübhəci olurlar. Amma bu səfər şübhəci olmağı atmalısınız bir kənara. Çünki Saturn və Neptun həyatımızdadır. Saturn və Neptun 84 il bundan öncə olub həyatımızda ən sonuncu dəfə. İndi kimlər yaşayıbsa, Allah uzun ömürlər versin. Kimlər varsa ikinci kərə görəcək, yox. Daha gənc, daha orta yaşlılar hələ birinci dəfədir görür bunu. Və böyük nailiyyətlərə addım ata bilərsiniz, istəsəniz, biraz cəhd eləsəniz, biraz tənbəlliyi buraxsanız, biraz şübhəci sualları buraxsanız, bəli. Və ümumiyyətcə iyun ayının 7-sindən sizlər üçün dəyişikliklər başlayır. Veneradır, qadın. Venera qadındır. Kimsə qadın ola bilər həyatınıza, sizə kömək eləsin, dəstək olsun. Kimsə qadın ola bilər, qadınla işbirliyi qurarsınız. Sizə dəstək, kömək edən qadın ola bilər, sizi vəziyyətdən çıxara bilər. Bu artıq başlayıb may ayının ortasından, əslində bu Venera, bu qadın kimdirsə, bəzilərində işbirliyi var, bəzi bürclərdə ümumiyyətcə sevgi, eşq mənasındadır, bəzi bürclərdə ümumiyyətcə hansısa işə birgə başvurmaq anlamındadır. Və siz balıqlar üçün də yəni budur ki, hansısa qadın sizə kömək edir. Ola bilər hansısa qadın gizli şəkildə sizə kömək edir, sizin xəbəriniz yoxdur. Teni, gizli qalan kölgələr var, kölgə. Ümumiyyətcə, Mars var. Mars ehtirasdır, Mars sevgidir, hərəkətdir, idmandır, sağlamlıqdır. İyun ayının 11-i Palmaloniyadır, dolu aydır. Dolu ayda bol qazanc ola bilər sizə, yaxşı pul yığa bilərsiniz. Ola bilər siz kartınıza pul qoyarsınız və yaxud hesabınıza yəni pul köçürərsiniz və yaxud sizin hesaba kimsə pul köçürər, ya övlad verə bilər, ya həyat yoldaşı, ya ümumiyyətcə dost, ya müştəriləriniz. Və pul, sərmayə, yəni iş birliyi, yəni bu şeylər, bu kimi şeylər sizin üçün çox müsbət təsirli olacaq. Dəyərli balıq bürcləri, ümumiyyətcə sizin üçün 11-dən sonra, bu Palmaloniyadan sonra ayın 25-nə qədər yeniliklər görünür. Ola bilər bəzi balıq bürcləri ümumiyyətcə məkanların dəyişsinlər və yaxud köhnə getdiyi yerlərə daha getməsinlər və yaxud köhnə işlətdiyi əşyaları işlətməsinlər, atmaq fikrinə gəlsinlər qərarına. Əvvəl məsəl üçün idmanla məşğul idilərsə, indi idmanla məşğul olmayacaqlar və yaxud heç vaxt idmanla məşğul olmayıblar, heç vaxt hansısa bir məkana getməyiblərsə, indi başlayacaqlar o məkana getməyə. Yəni bax belə. Və ümumiyyətcə bilirsiniz, dəyişikliklər, əvvəl etmədiklərinizi etməyə başlayacaqsınız. Əvvəl sevmədiyiniz insanları ola bilər sevməyə başlayarsınız, istəyirsiniz və yaxud tam əksinə ola bilər. Kimisə bəyənirdirsə, indi bəyənməyəcəksiniz. Bunlar da ola bilər. Ümumiyyətcə, Neptun 14 il bundan öncə olub həyatımızda və 14 illik gəlir. 14 il bundan öncə nələr olubsa, onun oxşarını yaşaya bilərsiniz, təkrarını yox. Sonra iyun ayının sonuna qədər, 28-nə qədər siz kiminsə xeyir iş haqqında danışıq olar, sizi böyük kimi seçərlər və yaxud öz övladlarınızın və yaxud da ki də kiminsə xeyir işini eşidərsiniz, biraz təcrübə edərsiniz, biraz sevinərsiniz və balıq bürcləri ümumiyyətcə pul, maddiyyat olacaq, gəlir olacaq və balıqlar üçün ümumiyyətcə biraz tez hərəkət etmək lazımdır. Çox düşünməyin, çox şübhəci olmayın, çox şübhəci olarsınız, çox suallar verərsinizsə, edim, etməyin belə tərəzi kimi, yəni tərəziyə qoyarsınızsa çox yerdə qalarsınız. Yəni sizin üçün indi şansdır. Ümumiyyətcə iyun ayı 6-cı rəqəmdir, 6-dan sonra 7, 8, 9 gəlir. Bunların özünün mistik mənaları var. Ümumiyyətcə 6-cı aydan sonra 7, 8-ci ay bunlar maqnit kimi 6 özünə çəkir. Nələrisə əldə etmək istəyirsinizsə, biraz tez hərəkət. Nələrsə əldə etmək üçün tez hərəkətə keçmək lazımdır, dəyərli balıq bürcləri. Və ümumiyyətcə mən sizə bol şanslar arzu edirəm, bol uğurlar. Həyatda hər şey belə, bilirsiniz, çətinliklə əlimizə gəlir, keçir, asanlıqla olmur. O bir tikə çörəyi də qazanırıq, ağzımıza aparırıq, çeynəyirik, uduruq, o da asan deyil əslində. Mən sizə onu arzu edərdim ki, həyatda hər bir işiniz yağ kimi getsin, elə o sülüb içini yağ kimi. Ürəyiniz istəyən kimi, siz balıq bürcləri biraz rahat, biraz komforta imkan verin, biraz öz rahatçılığınızı düşünün, biraz özünüzü də düşünün ki, mən də rahat həyat yaşamağa layiqəm, mən rahat yaşaya bilərəm. Hər şeyi yükünü çiyinlərinizə almayın. Dəyərli balıq bürcləri, videomu bəyənirsinizsə, like etməyi, paylaşım etməyi unutmayın. Hər biriniz öz fikirlərinizi söyləyə bilərsiniz, videonun altından da, direktdə də. Ümumiyyətcə, hər bir bürcə aiddir bu.
öz fikirlərinizi söyləyə bilərsiniz. Bol şanslar sizə.